Salam əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərimizə. Demək, Cənubi Qafqazda sular isinir, geosiyasi hadisələr baş verir. Ermənistanda Zəngəzur bölgəsində Sunik deyilən ərazidə Fransa konsulluğunu açır və bu Zəngəzur yolunun üzərində üç böyük güc İran, Fransa və Rusiya mübarizə aparırlar. Bildiyiniz kimi 2022-ci ildə də İran orada konsulluq açmışdı. Bu konsulluqlar Cənubi Qafqazda Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək üçündür. Və Rusiyanın da burada imkanı olmaması, yəni konsulluq açmağına Ermənistanın icazə verməməsi, burada çox böyük oyunlar gedir. Və Fransa üzərindən konsulluq açılması bu Vatikanın proyektidir. Rusiya da buna biganə qalmayacaq. Ona görə yaxın zamanlarda çox böyük oyunlar gedəcəkdir. Təhlükəli oyunlar. Və bir tərəfdən də Amerika Birləşmiş Ştatlarının Trump kabinəsi Azərbaycanla Bakı ilə yeni 21-ci yüzyılın kontraktını, müqaviləsini bağlamaq, enerji müqaviləsini bağlamaq fikrindədir və artıq nümayəndəsini Bakıya göndərmişdi. Yaxın öncə, bir 3-4 gün bundan öncə və Trump'ın yenidən Azərbaycanla Amerika Birləşmiş Ştatlarının, hansı ki Biden administrasiyasında arası çox kötü idi. Buna görə Trump kabinəsi artıq Bakı ilə 21-ci yüzyılın enerji müqaviləsini bağlamağa hazırlaşır. Və bu o deməkdir ki, bölgədə Amerikanın olması və Ermənistana da təzyiq edərək Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasına gətirib çıxardacaqdır. Çünki Ermənistana təzyiq olacaqdır Amerikanın. Və buna da narazı qüvvələr əsas biri Rusiyadır. Bölgədə bir də İran. Avropa, Fransanın da Ermənistanı silahlandırması hamısı boş-boş şeylərdir. İnşallah Allahın izni ilə Bakı mərkəzli, yəni Azərbaycanın Qafqazda regionda ən böyük gücə çevrilməsi çox yaxın zamanlarda göstərəcəkdir. Və bu Zəngəzur yolunda açılması, Azərbaycan Ermənistan arasında sülhün imzalanması, ərazi bütövlüklərinin tanınması və Ermənistanın konstitusiyada Azərbaycana olan torpaq iddialarında ləğv edilməsinə gətirib çıxarılacaqdır. Allaha amanət olun, nə mutlu Türk'üm deyənə.